Neynək, özündən küs çoban. Dayan bəy. Əvvəl mən çıxım. Tək çıxsan, uşaqlar şübhələnərlər. Naxaq yəs eləmə məni. Görürsən də oğul, bəylə bostan əkənin tağı çiynində bitər. İşimiz çoxdur, yoldaşlar. Əvvəla çalışmalıyıq, düşmən ordusunu Lənkərandan kənara çıxartsın. Bunun üçün xırda tok quşmaları təşkil eləməliyik. İkinci taxıl məsələsi. Əjdər öyrənib ki, taxılı İlyashev götürəcəklər. Biz elə eləməliyik ki, taxıl Lənkərana getməsin. Üçüncü. İndi də millə davətəl atıblar həriflər. Ehtiyatlı olun. Sağ olsun, yoldaşlar. Ayıq tərpənməsəydilər, düşmən bizi əsas işimizdən ayıra bilərdi. Odur ki, cəmaatın arasında olmamış. İclan qala, sağ bir savalım var. Bax, qurduq bu hökuməti. Oldu özümüzünki. Və kəndin yəsi kim olacaq, hə? Kəndin yəsi mən, sən, biz hamımız. Keyfdir ki. Onda bu nökərlər də bəylər hampalar olar da, hə? Sən ölməyəsən, bilirsən Tomar bəy nə işlədərdim qapımda. Cilafın vurduğu qamçılara hələ də küləyimdədir. Aç qapını! Qapını aç! Niyə vurdun kaptan? İçəridekiləri ayıq salırsan? Ha, deməli keyfə baxırıq. Qonaqlıqdır, ha? Buyurun əyləşin cənab, buyurun. Paska bayramıdır. Bu namaz qılanlar da Paska bayram eləyirlər.